Salam hörmətli icracı. Vətəndaşlar sual verir ki, mənim 25-30 stajım var. Pensiyamı düzgün hesab eləmədilər. Bildirdilər ki, sənin stajın düzgün deyil. İdarənin kötüyü yoxdur, yəni həmin idarə fəaliyyət göstərmir. Biz sizin də görə bilmirik ki, sən nə qədər işləmirsə və yaxud sosial ödəniş etməlisə. Ona görə hesab edə bilməyik. Eyni zamanda sual verirlər ki, bəs mən birinci qrup əliyyə qulluq eləmişəm. Mənə staj hesab olmalı. Olur mu? Bəs nə edim? Mən hüquqşünasları seyircilərdə bu barədə məlumat verəcəyəm. Əgər kiməsə maraqlısa video sonuna qədər izləsin. Yox, fərqli qaydada məsləhət istəyirsinizsə, mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalının şutub bölməsində istənilən videonun üzərində var. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətin verilməsi 10 manatdır. Hörmətli icracı. Hörmətli icracı, mən mövzuya keçəcəm və sizin hamınızdan xahiş edirəm ki, videonu bəyənin, qoy hamı bilsin. Eyni zamanda YouTube kanalına abunə olun ki, daha tez video belə paylaşsın, hamı bilsin. Əgər işləmirsinizsə, hörmətli icracı, və belə Sosial Müdafiə Nazirliyinin orqanları sizin stajı belə heç sayısı deyir ki, bu sayılmır. O halda nə etmək lazımdır? Birinci növbədə hörmətli icracı, ərazi üzrə inzibati məhkəməyə müraciət edin, stajın tanınmasına bağlı iddia ərizəsi verin və məhkəməyə şahidlər aparın ki, mən həqiqətən falan yerdə işləmişəm. Onu eləmək lazımdır. Eyni zamanda, əgər əlilliyi olan şəxsə qulluq eləmişsə, söhbət gedir birinci qrupdan. Yəni ki, əslində normal vəziyyətdə belirdə icra hakimiyyətinə sərəncam almalıdır ki, həmin şəxsə ya patronaj, ya qayyum təyin olunursunuz. Bunlar yoxsa yenə məhkəməyə müraciət edin. Hörmətli icracı. Mən bunu həm əlilliyi olan şəxs kimi öz təcrübəmə əsasən deyəm, həm hüquqşünas kimi deyəm, həm əlil təşkilatın rəhbəri kimi deyəm. Hörmətli icracı. Yəni bunları necə alın? Və ya dediyin kimi, əgər staj bələdiyyədə tam hesab almışsa, qeyd edirək ki, sizin pensiya kapitalınız azsa, hörmətli icracı, 2006-cı ilə qədər staj hesablanır. 2006-cı ildən 2018-ci ilə qədərsə, əgər sizin pensiya kapitalına 1 manatda daxil olubsa, o halda pensiya verilməlidirsə, müavinət yox. Yəni ki, pensiya kapitalı bağışlanır. Hörmətli icracı. Hörmətli icracı, ümumiyyətlə bundan sonra problem olmasın deyə, əgər əlilliyi olan şəxsə qulluq edirsinizsə dediyin kimi, söhbət gedir birinci qrup əlilliyindən. Yəni 81%, 100% əmək qabiliyyətini itirmiş şəxsdə qulluqdan söhbət gedir. İki hal var. Siz ya gedib patronajlı qəbul edin icra hakimiyyətində, ya da qayyumluq. Qayyumluqsa məhkəmə verin. Patronajla qayyumluğun fərqi nədədir? Onu izah edim, hörmətli icracı. Patronaj olur ki, sadəcə qeyd olunur ki, filankəsə qulluq edir. Və buna görə dövlət 100 manat pul ödəyir. Birinci qrup əlilliyə qulluq edən şəxsə. Amma qayyumluq olur ki, kimə qayyumsuz həmin şəxsin adına qərar qəbul etmə səlahiyyətiniz var. Səhətləri imzalama səlahiyyətiniz var. Yəni nəzərə alın. Fərq budur. Qayyumluq qəbul etməsi üçün mütləq şəkildə həmin şəxsin bələdiyyədə əmək qabiliyyəti yox, fəaliyyət qabiliyyətsizliyi olmalıdır. Yəni anlamsız olmalıdır. Ondan sonra siz qayyumluq qəbul edə bilərsiniz məhkəmə qərarı əsasında. Əks halda yox. Adətən patronajlığı kim qəbul edib? Adətən patronajlığı bələdiyyədə bacı, qardaş qəbul edib. Ona görə ki, birinci qrup əlilliyə qulluğa görə pulu çox vaxtı valideynə verirlər və yaxud həmin şəxs mənim kimi ayrılırsa həyat yoldaşına verirlər. Əgər valideyn həyat yoldaşı yoxdursa, o halda bacı qardaş qulluq edir. Bunun üçün də mütləq patronajlı qəbul olmalıdır. Və ya qayyumluq. Qayyumluq biraz uzun məsələdir məhkəmə qaydasında. Amma patronajlığı bir ay ərzində ala bilərsiniz. Hər iki şəxs ərizə yazır. Yəni ki, belə deyək, əlilliyi olan şəxs və ona qulluq edən şəxs
yazı ərizəni dediyin kimi yazısız, hörmətli icrayıcı. Ərazi üzrə icra hakimiyyətinə. Yəni əlilliyi olan şəxsi yazır ki, icra hakimiyyətinə yazır sizə bildirirəm ki, mən filankəs birinci qrupu əliləm, xahiş edirəm qardaşım və ya bacım filankəs oğlunu mənə patronaj təyin edəsiniz. Eyni zamanda patronajda qəbul etməsində şəxs də ərizə yazır ki, yazıb sizə bildirirəm ki, mən filankəs bacım və ya qardaşım filankəsin patronajı təyin olmaq istəyirəm. Ona görə mən patronaj təyin edəsiniz. Bunun üçün şəxsiyyət vəsiqələri, əlilliyi təsdiq edən sənəd, bir də yaşayış yerinin arayış olmalıdır. Olar bilsin icra hakimiyyəti gəlib evə baxsın, həmin şəxsə orada bizim baxmadan sərəncam versin. Hörmətli icrayıcı. Yəni bu həmin şəxsə aiddir ki, yəni dediyim kimi, olar bilsin sizin valideynlər pensiya siz aldığınız zaman qulluğa görə pul alıb, dünyasını dəyişib, indi qardaşınız qulluq edir, bacınız qulluq edir. O halda da yəni patronajlıq olmalıdır. Patronajlıq olduğunuz zaman həmin 100 manat sizə ödəniləcək. Geri gəlmişəm. Kanala abunə olun ki, mən növbəti videoda xəbər olun ki, məlumat verəcəm ki, müavinətdən nə qədər artıb. Hörmətli icrayıcı. Ona görə. Yəni mən ümumiyyətlə özümün əlilliyi şəxsi olduğuma görə əlilliklə bağlı istər pensiya olsun, istər digər məsələlər olsun, istər müavinətlər olsun, istər sosial yardımlar olsun, bütün vətəndaşlarına aid bu barədə həmişə məlumatlar verirəm. Ona görə kanala abunə olun. Hal-hazırda YouTube kanalında istər böyle video, istər short videoların bir yerdə 1300'den artıq videolar var. Baxa bilərsiniz. Dediyim mövzulara aid. Burada daxildir həm də vəsait, əmək bölgüsü, boşanma, uşaqla ünsiyyət, əmrət və digər məsələlər. Bir daha xatırladıram, hörmətli icrayıcı. YouTube kanalına abunə olan şəxslərim telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır. Telefon nömrəm videonun izahı yerində qeyd olunub. YouTube kanalında eyni zamanda YouTube kanalında short bölməsində istənilən videonun üzərində var. Bundan əlavə ərizələrdə yazıb bilmək WhatsApp ünvanına göndərirəm. Hörmətli icrayıcı. Mənə dəstəkləsinizsə mütləq şəkildə YouTube kanalına abunə olun, qoy kanal inkişaf edəcəm. Əgər mənim bütün videolarım haqqında xəbərdar olmaq istəyirsinizsə, orada zinqo işarəsi var. Ona tıxınıb mütləq xəbərdar olacaqsınız. Hörmətli icrayıcı. Bir də xahiş edirəm ki, subay lazım mənə WhatsApp'da səsilə göndərin. Hörmətli icrayıcı. Mütləq şəkildə. Diqqətinizə görə çox sağ olun. Abunə olmağı unutmayın. Sağ olun.